Mən evdə əsəbləşdim, çıxdım yola, bu doqqazın ağzına. Namidar da o qonşum mənim bazarda bu toğuduza işinə baxırdı. Mən də o vaxtı 2 dənə bundan xoruz alıb atmışdım həyətə ki, bu toğlar qorxmasınlar. Nəysə bu mənə gördü, mənə görən kimi qışqırdı ki, ekskavator, bəqəti xoruzların pılını çatdı. Bu ruski yazısını gedət də. Mən də bu ekskavator deməki xoşuma gəlmədi. Bəlkə mən rəhmətlik traktor adını qoyub, bu təcrübə mən ekskavator deməki elə bil özümdən çıxartdı. Mən buna qayıtdım ki, ya nervinli dənə, əsəbiyəm başqa söhbətə görə. Bu təcrübə mən dirəndi. Elə bil mənə qayıtdı ki, xoruzların elə bil də, deyir Petoxa dengi də, Yesli Sevodniya hoşum gəlməsə mənə qayıtdı. Girəcəm və həyat üzrən götürəcəm o xoruzları da, bunu deməqindən. Mən izah eləyəm, verəm axı fikrim, mən Rusca zəifəm. Qayıtdım ki, Namidar, sən yekə cahılsan dənə, sən mənlə Petox söhbət eləyirsən, bu eləmə dənə mənlə eləmə, başqası ilə eləməklə. Neysə, bunu tutaşdıq. Tutaşdıq, bu mənə bıçaq çıxartdı. Nəşə peşman deyirəm ya, sən olsun peşman olmarsan, o boyda gedəni götürdüm bıçaqla üzün yazıq elədim, ta islahatını qoymamışam o mən. Ağlam hə? Kim ağlayır ya, sən öz bir dənəm deməyin evi, heç kim ağlamır burada, heç kimi heç neydir, bu açsın ha.